Gəncə şəhərində qadın sürücü ilə kuryerin küçədə dava etməsi ilə bağlı görüntülər yayılıb. Görüntüdə 90 NY 810 dövlət nömrə nişanlı Chevrolet Cruze markalı avtomobilin qadın sürücüsü mopedlə hərəkətdə olan gənc kuryerə hücum edir. Onu döyməyə çalışır və ünvanına nalayiq ifadələr işlədir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşkin Qasımov Oxu-Aza açıqlamasında bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcək. Biləsuvar rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Biləsuvar Bəhramtəpə magistralının rayondan keçən hissəsində qeydə alınıb. Belə ki, KAMAZ markalı yük maşını ilə Mercedes markalı minik avtomobili toqquşub. Qəzada minik avtomobilində olan şəxslər müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıb, faktla bağlı araşdırma aparılır.